Bir dənə xanım gəlmişdi, bloger olmaq istəyir. Məsələn, fashion bloger. Deyirəm ki, okey, deyirəm markalardan sual verirəm. Deyirəm, yəni bazarda bununla bağlı paylaşım edən hədsiz çox adam var. Sənin xəritən hansıdır? Məsələn, yerli bazarda kimlər var? Sənə, yəni sənin rəqiblərin. Qlobalda kimlər var? Nə paylaşır bunlar? 1, 2, 3, 4, 5. Qlobaldakılar nə paylaşır? 1, 2, 3, 4, 5. Bu arada deyim ki, dünyada cəmi 5% adam kontenti yaradır, 95% onu kopyalayır. Yəni blogerlərə, influencerlərə bax görəcəksən. Yəni modifikasiya edir. Tapır, onu göstərir, kopyalayır. Yəni o effekt verməyən bir şeydir. Prosta bir datanı doldurmaq məsələsi. Baxdığın, paylaşdığı şeylərə nə qədər reaksiya gəlir? Məsələn, o data məsələsini mən bu tərəfdən baxıram. Nə qədər komment gəlir, nə qədər like gəlir? Bu kommentlərin özündən sən kontent çıxara bilirsənmi? Sənin danışıq tərzin necədir? Görüntün necədir? Hansı nöqtələrə vuracaqsan? Məsələn, parça ilə bağlı fashiondan danışsan, sənə parçadan anlayışın olmalıdır. Əlbəttə. Bunun içində nə qədər pambıq olmalı, nə qədər likra olmalıdır. Yəni onun dibini bilməlisən ki, danışanda bir maraqlı bir kontent çıxsın. Bir də ki, bu influencer və şəxsi brendinqi bir yerdən sonra səni sistemə salır. Məsələn, bloger. Sən məcbursan bunu nəsə çəkəsən. Keyfin yoxdur, amma durub nəsə çəkməlisən. Bəli. Videonu açmalısan. Yəni nəsə danışmalısan. Bu danışdığın şey keyfiyyətli olmalıdır. O linç yemə məsələsində necə reaksiya verəsən? B planın nədir? Məsələn, sosial medianın 3-4 dənə pul qazanma aləti var. Bunu necə 8-ə çatdıra bilərsən? Bunun üçün sənin yanında bir adam olmalıdır. Sən tavana dirənirsən. Məsələn, mənim özüm bu saat o yerdə. Mən istəyirəm ki, məni kimsə daha da böyütsün. O adamı tapa bilmirəm. O adamlar məsələn masaya oturmaq istəmirlər. Deyirəm ki, okeydə qədər gəlmişəm, təsliməm sənə. Məni daha da böyüt. Neyniyim? Hardadır səhvim? Sən oturmaq istəmirsən masaya.